Bugünkü izahımız insan orqanizmi, nəzarətçi və nizamlayıcı sistemlər, sinir sistemi, endokrin sistem haqqında quiz izahı olacaq. Gəlin başlayaq birinci sualımızdan. Bizə qaraciyər verib orqan, üstünlük təşkil etdiyi toxuma qrupu və daxil olduğu orqanlar sistemini istəyir. Qaraciyərin üstünlük təşkil etdiyi toxuma qrupu epiteldir. Daxil olduğu orqanlar sistemi isə həzm sistemidir. Burada cavab olacaq D variantı. İkinci sualımızda deyir ki, şəkildə bilavasitə əks olunan davranış formasıdır. Burada meymunların çubuq vasitəsilə yuxarıdan asılmış bananı aşağı salması, çalışması düşüncəli fəaliyyətdir. Daha sonra həzm sistemini öyrənmək üçün üsul deyil, endoskopiya olar, rentqenografiya olar, radiotermiya olar, zondlama olar, amma elektroensefaloqraf beyin biocəryanlarını ölçmək üçün istifadə olunur. Ona görə bu həzm sistemini öyrənmir. Homo sapiensin toxuması deyil. Homo sapiens dərrəkəli insan deməkdir. Yəni insan da heyvana aiddir. Burada törədici toxuma olacaq. Çünki törədici toxuma heyvanlara yox, bitkilərə aid olan toxuma qrupudur. Sonra 5-cidə orqanizmlərin təşkil səviyyələrinə əsasən X, Y, Z müəyyən edin. Deməli, orqanizm. Hüceyrə, hüceyrədən sonra gəlməlidir X toxuma. Toxumalar orqan, orqanlar sistemi. Deməli, X toxumadır. Digəri isə orqanlar sistemi Y, cavab D. 6-da sinir toxuması hüceyrələrinin sayı 6600-dür. Neyronların sayı X, P hüceyrələri Y, aksonlar isə Z-dir. İlk öncə bilməliyik ki, neyronların sayı aksonların sayına bərabərdir. Çünki bir neyronda bir akson olur. Və biz də bilirik ki, neyronların sayı X-dirsə, əgər P hüceyrələrinin sayı neyronlardan 10 dəfə çox olduğuna görə 10x, bunların cəmi 1G 11x bərabərdir 6600. Buradan x bərabərdir 600. Deməli, mənim əlimdə 600 ədəd nə var? Neyron var. 600 ədəd akson var və bundan 10 dəfə də çox 6000 ədəd də deməli olacaqdır P hüceyrə. Cavab B variantı 6-cı sualda. 7. Şəxs deyir, eşitdiyi səsin istiqamətini təyin etməkdə həmişə çətinlik çəkirsə, deməli bunun səsə qarşı səmt refleksi yaxşı deyil. Səsdir, işıqdır, səmt refleksləri, əzələ tonusudur. Bunların hər biri orta beyindən idarə olunur. Sinir impulsların ötürülmə ardıcıllığını seçin deyir. Şəkildə gördüyünüz bir sinir hüceyrəsidir, neyronun quruluşudur. Neyronda bu gördüyünüz hissə olacaqdır cisim. A. Çubuğa bənzər olan hissi çıxıntılar dendritdir. Uzun çıxıntı C isə aksondur. Sinir impulslarının ötürülməsi dendrit cisim akson istiqamətindədir. Dendrit A-dır. Cisimlər B-dir. C də aksondur. A, B, C formatında olacaq. 8-də cavab A variantı. Sonra keçək növbəti səhifəyə, 9-cu sualımıza. Aqromeqaliya xəstəliyi var. X vəzsidir. Aqromeqaliya xəstəliyi biz bilirik ki, hipofiz vəzinin hazırladığı somatotropin hormonunun yaşlılarda həddən artıq çox ifrazı zamanı yaranır. Uşaqlarda isə burada yaranacaq xəstəlik nə ola bilər? Gigantizm ola bilər. Sonra Y isə kretinizmdir. Kretinizmdəki olacaqdır qalxana bənzər vəzin yaratdığı bir xəstəlik uşaqlarda. Bəs böyüklərdə nə yarada bilər? Böyüklərdə isə miksidema yarada bilər. Hansı ki, bu az ifraz olunmasıdır. Aqromeqaliyanın yaranması isə çox ifraz olunmasıdır. Biri hormon hazırlayır, hipofiz. Digərləri vəzidir, amma hormon hazırlamır. 11. Diaqrama əsasən X-in yerində yazıla bilməz. Hissi neyron, hərəki neyron cisimlər mərkəzi sinir sistemində yerləşir. Təbii ki, hissinin yerləşməyəcək, amma hərəkinin yerləşəcək. Ona görə bir bu hissəyə gedər. İmpulsları mərkəzə doğru ötürür. Təbii ki, hissi neyron. Aksonları periferik sinir sistemi ilə əlaqəlidir. Ortaya yaza bilərəm 3-ü. Çünki hər ikisinin periferik hissəsi
əlaqəlidir. Bunu hansı üsulla yadda saxlamaq olar? Qısa bir üsul öyrədim sizlərə. Deməli, biz bilirik ki, sinir impulsları hansı ardıcıllıqla ötürülür? Aksonlar neyron daxilində. Hissi neyrondan ötürülür ara neyrona. Ara neyrondan isə hərəki neyrona ötürülmə baş verir. Burada hissinin dendriti cismi aksonu var. Aranın da dendrit cisim aksonu var. Hansı ki istiqamətdə yenə belədir. Yenə hərəkinin dendrit cisim aksonudur. Və burada fikir versəz, baxın, mən bunu fərqli bir rəng ilə göstərim. Burada hissinin dendriti ilə cismi həmişə kənarda qalmalıdır. Aksonundan başlayaraq bütün hissələri belə dairəyə alsaq, baxın, bu hissələr mərkəzi sinir sisteminə əmələ gətirir. Bunların hissinin də aksonu, hərəkinin də aksonu həm mərkəzdə, MS-də, mərkəzi sinir sistemində, həm də periferik sinir sistemində yerləşə bilər. Sonra bir də hər ikisi ağ maddənin əmələ gəlməsində iştirak edir. Ortada qeyd etdiklərim isə boz maddənin. Deməli, 3-ü ortaya yaza bilərəm. Mənə deyir, X-in yerinə yazıla bilməz. Dendrit və cisimləri mərkəzə daxildir. Dendrit və cisimlər mərkəzə daxil olan hərəki neyrondur. Ara neyronla əlaqəli ola bilər, hər ikisi ola bilər. 3-5 ortaya yazılar. 3-ün 5-in olduğu variantlara çıxsaq, 1-2-4 ortaya yazıla bilməz. Yəni ortaq xüsusiyyət deyil. Sonra 12. X-in yerinə deyir yazıla bilər. Əsasən bədən boşluğunda yerləşən vəzidir. Meyoz, estrogen falan yerləşir. Bədən boşluğunda yerləşən vəzidirsə, plusda meyoz bölünmə gedirsə, biz bilirik ki, meyoz bölünmə cinsiyyət vəzilərində gedən bir bölünmə üsuludur. Plusdakı əgər bədən boşluğunda yerləşirsə, lap hormonun adını bilmirsiniz, hansı vəzə aiddir. Deməli, kişilərdə toxumluq bədən boşluğunda yerləşmədiyi üçün burada qadınla söhbət gedir. Bizdən də soruşur, X-in yerinə yazıla bilər. İndi biz estrogen, progesteron götürəcəyik. Cavab 12-də olacaq A variantı. Yəni, qadın yumurtalıqların hazırladığı hormonlar götürülməlidir. Sonra 13. Sxemdə A neyronundan B neyronuna impulsun ötürülməsi göstərilmişdir. 1 və 2 uyğun olaraq nədir? Dendrit, cisim, akson, dendrit, cisim, akson. Deməli, 1 olacaqdır cisim, digəri olacaq dendrit, cavab B. Sonra 14. Şəkildə əks olunmuş proseslə bağlı deyir, hansı fikir yanlışdır? Sadə diz refleksidir. Bəli, burada diz refleksi göstərilib. Birinci hissə deyir, neyronun çıxıntısıdır. Burada şəkildə tam da yaxşı görsənməyib. Yenə də baxmağa çalışaq. Bir hissəsi təbii ki, burada hissi neyronu təbii ki göstərər. Bu düzgün olar. 2 hərəki neyronun çıxıntısı ola bilər. Bu sadə diz refleksidirsə, burada ara neyron iştirak eləyə bilməz. Ona görə ilə səhv cavabımız D olar. 15. Deyir, 8-ci sinif şagirdi Ayxan məməlilər sinifində ürəyin quruluşunu və qanın damarlarda hərəkətini izah edir. Sual, Ayxanın verdiyi məlumatlar biologiyanın hansı sahəsini əhatə edir? İlk öncə Ayxan məməllərdə ürəyin quruluşunu deyirsə, bu onun anatomiyasıdır. Plus orada qanın hərəkətini izah eləyirsə, artıq bu onun fiziologiyasıdır və cavabımız olacaqdır burada 1, 2. Bir də zoologiyadan, heyvanlardan söhbət etdiyinə görə 4, cavab C. 16. Düzgün variantları seçin. İnsanda 4 toxuma qrupu vardır. Bəli, epitel, birləşdirici, əzələ və sinir toxuması. Döş qəfəsi, ağciyər və qaraciyər qoyuruq. Qaraciyərimiz qarın boşluğunda yerləşir. Ona görə bu yanlışdır. İnsanın bir somatik hüceyrəsində 46 xromosom olur. Bu doğrudur. Yəni 2-yə bərabərdir 46-dır. Baş beynin əsas əzələ toxuması təşkil edir. Burada yanlış var. Baş beyni əsasən sinir toxuması təşkil edir. İlk canlılar selik topacıqları şəklində olmuşdu. Bəli, bu da doğrudur. Cavab 1, 3, 5, C variantı. Davam edək bu ardı ilə 17.
Simpatik sinirlərdir. Simpatik sinirlər həzm sisteminin işini gücləndirmir. Göz bəbəyini genəldə bilər. Qan damarlarını genişləndirmir, əksinə daraldır. Ürək siklinin müddətini bizdən deyir, doğru kəsişməni müəyyən edin. Ürək siklinin müddətini artırır. Xeyr, müddətini artırmır, azaldır. Bu nə deməkdir? Bizim siklimiz delta t bərabərdir. Vaxt bölünsün döyüntü sayıdır. İnsanın simpatik sinirləri ürək döyüntülərini artırır. Ürək döyüntüsü artdıqca sikl azalmalıdır, tərsdir. Ona görə bunların heç biri olmaz, yalnız 2Y variantı. Uzunsol beynin funksiyasına aiddir. Ürək fəaliyyətini tənzimləyir. Tənzimləyə bilər, çünki uzunsol beyində 3 əsas sistemin idarəsi olunur. Bunlardan biri həzm, tənəffüs və qan damardır. Tənəffüs də olur, maddələr mübadiləsi də olur. Müdafiə, aksırma, öksürmə refleksləri də ola bilər. Burada maddələr mübadiləsi olmaz. Ağız suyu refleksi olar, amma maddələr mübadiləsi idarə olunmayacaqdır. Verilənlərdən hansı müasir canlıların yalnız bir növü ilə bağlıdır? Yəni müasir canlıların yalnız bir növü ilə bağlıdırsa, burada biz götürəcəyik təfəkkürü, çünki məməlilərdən və yaxud da canlılar arasında ən müasiri insandır və insana aid olan da təfəkkürdür. Fərqli orqanlar sisteminə aiddir. Böyrək arteriyası. Niyə? Çünki burada böyrəkdir, sidik kisəsidir, sidik çıxarıcı kanal, sidik axarlarıdır. Bunların hər biri aiddir ifraza sisteminə. Amma böyrək arteriyası orada böyrək adı keçsə də ifraza sisteminə yox, qan damar sisteminə aiddir. 21. Ürəkdə neçə növ toxuma qrupuna rast gəlmək olar? Bu 21 nömrəli sualı biz qəbul imtahanında görə bilərik. Deməli, ürək xaricdən birləşdirici toxumadan ibarət olan bir kisə ilə örtülüdür. Sonra ürəyin özündə əzələ toxuması var. Ürəyin daxili qatı epitel toxumasından ibarətdir, tək qatlı epiteldən. Pilusdakı ürəyə sinirlər gəlir. Sinir toxuması da var. Deməli, ürəkdə biz 4 cür toxuma qrupunun 4-ünə də rast gələ bilərik. Antropogenezin fərqli amilini seçin. Antropogenezin 2 amili var. Birincisi, yəni antropos insan deməkdir. İnsana 2 dənə amil təsir göstərir. Bunlardan biri sosial amildir. Biri isə bioloji amildir. Deməli, əməkdir, şuurdur, nitqdir, təfəkkürdür. Bunların hər biri sosial amildir. Amma irsi dəyişkənlik, yaşamaq uğrunda mübarizə, genetik dəyişkənlik, bir sürü yəni bioloji terminlərin hər biri onda olacaqdır bioloji amil və fərqli olan C variantı. Keçək 23-ə. Deyir, azdan çoxa düzün. Onurğa beyində olan sinir düyünlərinin sayı. Onurğa beyində olan sinir düyünləri 31 cüt 62 ədəddir. Baş beyindən çıxan sinirlərin sayı 12 cüt, yəni 24 ədəddir. Neyronların növü 3 ədəddir. Hissi, ara, hərəki. Sinir sistemi orqanlarının sayı 4 ədəddir. Hansılardır desəz, baş beyin, onurğa beyin, sinirlər və sinir düyünləri. Baş beyinin şöbələri 5 ədəddir. 8 neyronda olan aksonların sayı 1 neyronda elə 1 ədəddir. 8-də də 8 ədəd olacaq. Bizə bunların sayını azdan çoxa doğru düzməyimiz istəyir. 3-dür, sonra 4-dür, 5-dir, 6-dır, 2-dir, 1-dir. Yəni bu şəkildə düzüləcək. Sonra 24. Qarışıq sekresiya vəzi. Qarışıq sekresiya vəzi toxumluqlar, yumurtalıqlar, bir də mədə-altı vəzi olacaq. Mədə-altı vəzimizdə deməli hansı rəqəmlə göstərilib? 7 ilə göstərilib. Baxın, bu bizim mədə-altı vəzimiz. 7, 8, 9. 25. Refleks qövsü zamanı sinir impulsların keçmə ardıcıllığını müəyyən edin. Refleks qövsü zamanı birincisi olmalıdır hiss etmək üçün. Bizim hissi neyronumuz. Hissi neyronun ilk öncə dendriti, cismi, aksonu. Baxaq görək nə var burada. Hissi neyronun dendriti. Birinci 3-lə başlamalıdır. Hissi neyronun
Başqa nəyi var burada? Hissi neyron akson dendriti. Hissi neyron akson dendriti. İndi burada cisim olmadığına görə aksondan, yəni ardıcıllığa görə akson yazacağım 2. Aksondan sonra ara neyron gəlir. Ara neyronun yenə dendriti, yəni 4. Ardından ara neyronun aksonu, cisimləri nəzərə almamışıq. Ardından hərəki neyronun dendriti 6, sonra hərəki neyronun aksonu 1. Burada cisimlər qeyd olmadığı üçün, yəni dendritdən aksona istiqamətlər yazıldı. 26. İnsan sinir toxumasının müəyyən bir hissəsində 200 akson var. 200 akson varsa 200 neyron var. 200 neyron. Bundan 10 dəfə də çox 2000 ədəd peyk hüceyrəsi var. Cəm neçə hüceyrə saymaq olar? 2200 ədəd saymaq olar. Sütunvari sinir sistemi, borlu sinir sistemi. Borlu sinir sistemi insanda ola bilər. Məməlilər götürməliyik. Sütunvari sinir sistemi isə sütunlu sinir sistemi. Buna ağ planarini götürə bilərəm. Bir də qaraciyər sorucusunu. Başqa da insan askaridini də düyünlü sinir sistemi, sütunlu sinir sistemi deyə götürə bilərəm. Bir də borulu sinir sistemi akulada bura aiddir, xordallar tipinə. Sonuncu situasiyamız, hansı ki gördüyümüz bu situasiya 2013-cü il imtahana düşmüş sual nümunəsi olubdu qapalı şəkildə. Müəllim sinir sisteminin deyir təkrar zamanı lövhədə refleks qövsünü əks etdirən şəkil nümayiş etdirərək aşağıdakı sualları şagirdlərə ünvanladı. Təsvir olunmuş refleks qövsündə hissi sinirlər və mərkəz sinir sisteminə uyğun hissələri yazın. Deməli, ilk öncə birinci reseptordur. 2, bax bu gördüyünüz 2. Hissi neyrona aid olan hissi yoldur. Mərkəzi olan hissə isə, bax bu hissə 3 mərkəzdir. Deməli, bizə mərkəzə aid olan refleks qövsü hissi sinirlərə, hissi sinir təbii ki 2-dir. 2 hissi sinir, 3 isə mərkəzdir. Sonra təsvir olunmuş refleks qövsünün hansı hissəsi hərəki neyronların aksonlarından ibarətdir? Hərəki neyronların aksonları, bax bu gördüyümüz hissədir, 4. 5 isə işçi orqandır. 4 hərəki sinirlər aksonlarla ibarətdir. Sonra 30. Təsvir olunmuş refleks qövsünün hansı hissəsində olan neyron növü sadə refleks qövsündə olmur? Hansı ki, bax burada olan, mərkəzdə olan ara neyron, 3-dəki ara neyron olmur. 3-də mərkəzdir. Belə. Bu bizim A variantında olan suallarımız. Tez bir sürətli şəkildə B variantında izahını verək. Deməli, parasimpatik sinirlər deyir. Burada göz bəbəyini genəldir, xeyir. Ürək siklinin müddətini artırır, bəli. Damarları genişləndirir, bəli. Həzm sistemini gücləndirir, bəli. Burada cavabımız olacaq 1, 3, 4. Cavab Y variantı. Baş beyin yarım kürələrin müvafiq paylarını müəyyən edin. Bu öndə gördüyümüz alın payıdır. 4 ilə göstərilmiş bu hissə gicgah. Bura S ilə göstərilmiş hissə ənsə. Bəzən uşaqlar bu hissəni ənsə deyir. Bu hissə beyincikdir, ənsə deyil. B isə təpə payıdır. Deməli, A alın, B təpə, C ənsə, gicgah. Cavab 2-də C variantı. 3. Hissi və hərəki X yazıla bilərdir. Cisimlər mərkəz sinir sistemində yerləşir. 1 yanlışdır, 1 ola bilməz. İmpulslar mərkəzə doğru ötürür. 2-ni də yaza bilmərəm, çünki mərkəzə ötürmür. Aksonlar periferik sinir sistemi ilə əlaqəlidir. Bəli, dendrit və cisimlər mərkəzə daxildir. 4-ü yazamaram. Ara neyronla əlaqəli ola bilər. Bəli, 3-5 cavab C. Bayaqki A variantında işlədiyimiz testlərin eynisidir. Verilənlərə əsasən X, androgen, progesteron, bir dəqiqə bizə deyir, meyozda əsasən bəzən boşluğunda yerləşməyən vəzdir. Bu zaman testosteron olar, kişi hormonu. Sonra verilmiş neyron quruluşuna əsasən səhv fikirli göstərilmişdir. İlk öncə burada 4 ilə göstərilmiş hissə cisimdir. Bu doğrudur.
plus buradan yazaq. 2 miyelin inşasıdır. Bəli, üzəri miyelin inşa ilə örtülüdür. Sonra 3 sinapsisdir. Ümumiyyətlə sinapsis 2 neyron arasındadır. Burada 1 neyron göstərilib. Ona görə elə Y variantı yanlışdır. 6. Sinir toxumasında neyronların sayı 800-dürsə, peyk hüceyrələrinin sayı 8000-dir. Bu 800 olacaqdır. 8000. Ümumi sinir toxuması isə 8800. B variantı. Skelet əzələrinin iradi hərəkətlərinin tənzimi. Birincisi iradi hərəkət deyirsə, iradi hərəkətlər böyük beyin yarım kürələrindən idarə olunur. Amma bizdə deyir skelet əzələlərinin iradi hərəkətinin tənzimi nəyin işidir? Bizdən asılıdır. İradi hərəkət eləyiriksə əzələlərdə beyinciklə idarə olunur. Sonra kretinizm. Kretinizm yaranırdı uşaqlarda. Çox olanda isə burada olacaqdır miksidema, bayaqki xəstəliyin tərsidir. Miksidema. Aqromegaliyadırsa, burada da olacaq yenə gigantizm, bayaqki sualın eynisi. Biri hormon hazırlamır, timus hazırlayır. Burada süz vəzidir, hormon hazırlamır. X böyrək üstü vəzdir, böyrək üstü vəzin hormonu kortizon, adrenalin, timozin, hidrokortizon. Burada timozin olmayacaq. Kortizon, hidrokortizon, adrenalin, noradrenalin hər biri böyrək üstü vəzin hormonudur. Deyir ki, burada ürək verilib, üstünlük təşkil etdiyi toxuma daxil olduğu orqanlar sistemi. Təbii ki, bunun daxil olduğu orqanlar sistemi qan damar sistemidir. Ən çox da əzələdən təşkil olunubdur. Sonra 2 başlı əzələdə neçə toxuma qrupuna rast gəlmək olar? İlk öncə 2 başlı, 3 başlı fərqi yoxdur. Bunların hər biri ennazolaqlı əzələdir. Və biz burada əzələ də bir orqan olduğuna görə burada əzələ toxuması var. Bunu xaricdən örtən birləşdirici toxuma var. Sonra bunun içərisinə sinirlər gəlir, sinir toxuması var. Sonra bunun necə deyərlər? İçinə qan gəlir damarlarda. Bu da birləşdirici toxumadır. Yəni bir sözlə 4 toxuma qrupunun 4-ünə də rast gəlinir. Biri beyin biocəryanlarını ölçür. Bunu bayaqlar demişdim. Elektroensefaloqrafdır. Hansı ki bu sualın cihazın adı 2026 Dimin OTK sınaqlarında da situasiyada istifadə edilib. Antropogenezin fərqli amilini seçin. Burada mutasiya, irsi dəyişkəni, yaşama uğrunda mübarizə, təbliğ etmə hər biri bioloji amildir. Amma şuur, bayaq qeyd etmişdim ki, sosial amildir. Şəkildə əks olunan davranış formasıdır. Bayaq meymun oydu. Burada isə arının başqa bir arıya hərəkətləri, rəqsi hərəkəti vasitəsilə instinktdir, ötürmə, xəbər verməsidir. Sonra buna tamamlayaq 16-da hüceyrədir. Hüceyrədən sonra toxuma, orqan, orqanlar sistemi, burada da orqanizm yazılmalıdır. Toxuma və orqanizm cavab D variantı. 17. Homo sapiensin toxuması deyil. Burada biz mexaniki toxuma bitkilərə aiddir. Düzgün variantı seçin. İnsanda 6 növ toxuma vardır. Xeyr, bitkidə 6 növdür. Ona görə bir yanlışdır. Döş qəfəsi ağciyər və ürəyi qoruyur. Bəli, 2 olan variantı götürməliyəm. Elə cavabım 18-də 7, amma yenə də baxaq. İnsan qametində 46 yox, M bərabərdir 23 xromosom var, 3 yanlışdır və beləliklə 3 olan variantlar çıxdıqda həqiqətən cavabımız Y variantı qalır. Fərqli orqanlar sisteminə aiddir deyir burada. Böyrək venası, bayaqki sualda da böyrək arteriyası idi. Deyir şəkildə əks olunmuş proseslə bağlı fikir doğrudur. Deyir mürəkkəb refleksdir. Xeyr, bu sadə refleksdir. Bir hərəki neyronun çıxıntısıdır. Bir hərəki yox, hissi neyronun çıxıntısıdır. 2 hissi neyronun yox, hərəki neyronun çıxıntılarıdır. Bu refleks qövsündə 2 neyron iştirak edir. Bəli, sadə diz refleksidir. Ara neyron iştirak etmir. 8-ci sinif şagirdi Şahin insan ağciyərlərin quruluşun və qazların qanla daşınmasını izah edir. Zoologiyadan söhbət gedir. Burada heyvanlardan anatomiya, bir də fiziologiya. Sual deyir, əhatə edir. 1, 2, 4. Amma bir dəqiqə. Sual məlumatlar biologiyanın hansı sahələrini əhatə edir?
Heç heyvanlardan danışmadı. Sadəcə ağciyən quruluşundan danışırsa, deməli onda yalnız 1-2 olacaq, zoologiya olmur. Verilənlərdən hansı müasir canlıların yalnız bir növünə bağlıdır? Burada olacaqdı insan üçün bunlardan nəsil qayğısına qalma deyil. Bütün heyvanlar demək olar ki, nəsil qayğısına qalır, amma ikinci siqnal sistemi yalnız insana aid xüsusiyyətdir. Buradan isə bizdən deyir azdan çoxa düz. Onurğa beyindən çıxan sinirlər 62, baş beyindən çıxanlar 24. Onurğa beyinin şöbələrinin sayını götürəcəyik biz. Deməli, onurğa beyinin şöbələrinin sayı 4. Sadə refleksdə neyronların növü 2, baş beyin şöbələrinin sayı 5, mərkəzi sinir sistemindən çıxan sinirlərin sayı bu 62 ilə 24-ün birgə cəmidir, 86 ədəd eləyəcək. Çoxdan aza düz dediyinə görə burada yazacağım 6, ardından 1, sonra 2, sonra 5, sonra deməli 3, sonra da 4. Bu şəkildə qeyd olunur. Deyir məhsullarının yalnız qana ifraz edən sekresiya vəzlərini seçin. Bunlardan daxili sekresiyadır 1, 2, sonra 3, 4, 5 olacaq. Mədaltı bunu götürmürəm. Bir də böyrək üstü 6. Demək olar ki 1, 2, 3, 4, 5, 6 hamısı qana ifraz edir. 7, 8, 9-dan başqa. Onurğa beyindən deyir çıxan sinirlərin sayını F. Burada F bizdə olacaq 62. Baş beyindən çıxan sinirlər K 24. Bunların cəmini istəyir bizdən 86 ədəd. İnsan sinir sisteminin müəyyən bir hissəsində 400 neyron varsa, 4000 ədəddə peyk hüceyrə var. İkisi bir yerdə 4400 ədəd sinir toxuması hüceyrəsi saymaq olar. Tor şəkilli sinir sistemi ola bilər, məsələn, hidrada, sonra göl ilbizində, bir də aktiniyada. Düyünlü sinir sistemi ola bilər. Daha doğrusu göl ilbizi bura aid deyil. B, bir də soxulcan bura aiddir. İnsanda da heç birinə aid deyil. Borulu sinir sistemidir. Gəldik yenə situasiyamıza. Bizə deyir müəllim dərsdə şagirdlərin sinir sistemi quruluş və funksiyası haqqında məlumat verdi. O onurğa beyinin quruluşu və şöbələri, baş beyinin quruluşu və şöbələri haqqında geniş məlumat verdikdən sonra bildirdi ki, sinir impulslarının daşınması neyronlar vasitəsilə bir saniyədə 125 metr sürətlə baş verir. Bu orqanizm sinir tənzimidir. Həmçinin yaddaş, təfəkkür, emosional kimi psixoloji proseslər də baş beyin yarım kürələri ilə əlaqədar olaraq haqqında məlumat verdi. Müəllim dərsi izah edərkən insan orqanizmini öyrənən hansı elm sahələrinə toxunmuş oldu? Burada anatomiyadır, fiziologiyadır, bir də təfəkkürdən də danışırıqsa yaddaşdan, psixologiyadan söhbət gedir. Deməli, psixologiya, anatomiya, bir də fiziologiya. Uzunluğu 2 metr olan impulsun neçə saniyə gedər? Deməli, ilk öncə bizim V bərabərdir S bölü T düsturuna əsasən V bərabərdir 125'dir, S bərabərdir 2'dir. Buradan T'yi tapmaq lazım olarsa nə etmək lazımdır? 2'ni 125'e bölməliyik. Buradan da biz bunu 8'e vursaq, o da eləyəcəkdir 0 tam. Buradan belə ox qoyaq. 0 tam 1000'də 16 saniyə qiymətini almalıyıq. Sonra 100 ədəd peyk hüceyrəsinin olduğu sinir toxuma sahəsində neçə ədəd neyron var? 100 ədəd peyk hüceyrəmiz varsa bundan 10 ədəd də az. Yəni 10 neyron saymaq olar. Bu da bizim endokrin və sinir sisteminə aid quizlərimizdir. Hansı ki, sınaq dərslərimizə, sınaq qruplarımıza və yaxud da sürət qruplarımıza, hazırlıq dərslərimizə kim ki qatılmaq istəyir, burada gördüyünüz 051 447 0251 nömrəsinin WhatsApp ilə əlaqə saxlaya bilərsiniz.